Goranboy rayonunun Gürzallar kəndində hal-hazırda yaşayıram. 2023-cü ilin aprelin 30-unda yağan yağış bizim evimizi bu günə saldı. Sel gəldi. Sel gəldi, bəli. Bizim evimizi bu günə saldı. Çox xahiş edirəm cənab prezidentimizdən, birinci xanım Mehriban xanım Əliyevadan bizə köməklik eləsin. Özüm xəstəyəm, gözüm belə, anadan gəlmə belim əyridir. Yoldaşımın da gözdən əlildir. Özüm də xəstəyəm. Heç yerdə işləyə bilmirəm. Gedib kirələrdə qalırıq. Aldığım o pul iynəni, dərmanını ödəmir. Çox xahiş edirəm cənab prezidentimizdən, Mehriban xanımdan bizə mənə köməklik eləsin. Bizim ailəmizə köməklik eləsin. Anamın özü də xəstədir. Atamın da 82 yaşı var. O da qocalıbdır. Mənim imkanım yoxdur ki, onlara baxam. Onlar mənə baxır. Öz evimiz olsa burada bitəri burada dolanardıq. Xahiş edirəm, çox xahiş edirəm. Mənə köməklik eləyin, Əlillər Cəmiyyətindən. Dövlətimizin gözəl evlatı məmurlarından çox xahiş edirəm, bizə köməklik eləsin. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, hazırda Goranboy rayonunun Gürzallar kəndindəyəm. Kənd bayaq bundan əvvəl də bir reportaj hazırladım. Kənd bu gündədir, bax. Və kənddə adam qalmayıb, hamı köçüb. Və mən bu çəkilişlər zamanı öyrəndim ki, demə, bu ölkənin çox tanınmış məmurlarından biri bir zamanlar Qaçqın.com deyilən komitənin sədri olmuş, ilk sədri olmuş. Daha sonra kənd təsərrüfatı naziri olmuş. Daha sonra bir neçə rayonda icra başçısı olmuş İrşad Əliyev bu kənddəndir və bu kənddə də özünə çox qəşəng bir villa tikib. Və o villadan başqa bu kənddə normal ev yoxdur. Çünki sel gəlib, hamısını aparıb. Yəqin ki, o peşəkar olduğundan strateji cəhətdən bütün bu təbii fəlakətləri nəzərə alıb daha sonra özünə ev tikib. Bu evlər isə, bax, gördüyünüz bu evlər isə əsrlərlə yaşları var bu evlərdə. Atalar, oğullar, nəvələr, nəticələr, kötücələr və digərləri yaşaya-yaşaya gəliblər. Və öz kəndlərində heç vaxt demələrinə görə, bax, o gördüyünüz, uzaqdan gördüyümüz Ağcakənddən olan strateji əhəmiyyətli mövqelərdir. O mövqelərdə dəfələrlə düşmənlərimiz hücum eləsələr də bu adamlar öz kəndlərin tərk eləməyiblər. Bax, bu evlərdə yaşayıblar. Oradan uçub, oradan təmir edib, oradan yaşayıblar. Amma daha gücləri yoxdur. Qoca, yaşlı, xəstə adamlardılar. Və uçmuş evlərdən də, bu evlərdə yaşayan onsuz da yaşlı adamlar idi. Cavanlar böyüdükcə, şəhərə inteqrasiya etdikcə kəndə qayıtmırlar. Çünki şəhər onlar üçün daha rahatdır, daha abad yerdir, iş tapmaq asandır, yaşamaq asandır. Kənd isə, bax, beləcə sıradan çıxıb gedir. Bu cür kəndlərimiz unudulmasın deyə, bu cür kəndlərimizdə həyat davam eləsin deyə, həm dövlət, həm iş adamları, həm bu kənddən olmuş ziyalı insanlar, imkanlı insanlar belə kəndlərin məhv olmaması üçün, bu kəndlərin qorunub saxlanması üçün onları bərpa etməlidir ki, onlar burada yaşasınlar. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə və mən buradan bir jurnalist olaraq əlaqədar dövlət qurumlarına müraciət edirəm. Lütfən bu insanlara yardım eləyin. Lütfən bu insanlara kömək eləyin ki, öz evlərində, eşiklərində yaşasınlar. Bax, burada görürsünüz, həyat hər şeydə oldu. 2-3 taxta yıxsa bir samavar qalayacaq. 5-10 toyuq qalasa, hər gün saxlasa, hər gün onun yeyəcək yumurtası. Bir heyvan saxlasa, qatığı südü var. 1-2 lək kartof, soğan, badımcan, xiyar, pomidor əksə, özünü təmin eləyəcək. Demələrinə görə bu kənddə heç mağazin də yoxdur. Cəmaət bazarlıq eləmək üçün o da maşını olan adamlardan istifadə edirlər. Yığışırlar, gedirlər, bir aylıq bazarlıqlarını eləyib gəlirlər və bu kəndi tərk etmirlər. Lütfən kömək edin ki, insanlar bu kəndləri tərk eləməsinlər. Ağaçlar quruyub, görürsünüz, bax, elə ağaçlar var, çiçək açıb, eləsi var dibindən quruyub. Heç yoxdur. Bütün bunlar selin gətirdiyi
həmin o fəlakətlərin nəticəsidir. Onların şirin suları yoxdur. Suyu belə satın alırlar, amma kənddən getmək istəmirlər. Hazırda kənddə vaxtı ilə 130-140 ev olub. Amma hazırda ondan cəmi 10-15 ev var. O da hamısı yaşayanlar yaşlılardır. Yəni cavan ailələrin heç biri burada yaşamır. Təşəkkür edirəm hər birinizə. Bizi izlədiyinizə görə paylaşın və abunə olun ki, kəndlərimizdəki vəziyyətlərlə həm vətəndaşlarımız, həm məmurlarımız yaxından tanış olsunlar ki, bir-birlərinə əl tutub kömək edə bilsinlər.